5 aydan çoxdur partlayış baş verən bina təmir olunmur və sakinlər evlərinə girə bilmirlər, qapılar bağlıdır. Bizi çıxardıblar bura, töküblər. Deyirsə bizlik deyil. Hazırda bizim burada dayanmağımız çox təhlükəlidir, çünki binanın daşları hər an üstümüzə gələ bilər. Yazıq deyirlər bunlar, qışın bu vaxtda qalıblar kişələr adamsın. Paytaxtın Nizami rayonu Əli Vəliyev 6 ünvandakı 5 mərtəbəli binada ötən ilin avqust ayında partlayış baş verib qaz sızmasından və həmin vaxtdan etibarən sakinlər, 13 mənzilin sakinləri digər ünvanlara köçürülüb, kirayə mənzillərə. Amma aradan bu qədər vaxt keçsə də nə bina, nə də mənzillər təmir olunmur və sakinlər evlərinə qayıda bilmirlər. Bu baş verib avqustun 28-i keçən il. Səhər tezdən saat 6-da partlayış olub. Ondan sonra bizi çıxardıblar bayıra, dedilər ki, gedin özünüzə yer tapın, yaşayış yer tapın. 3 ay gezdik ki pul versinlər, kirayə pulu. Kim çıxartdı? İcra gəldi, polis gəldi, pojarni, hamısı tökülüşdülər. Dedilər ki, 3 ayın ərzində biz remont eləyəcəyik, təmir eləyəcəyik, sizi köçürdəcəyik. Mənim qapımın ağzı daşla tökülüb, mən evə girə bilmirəm. Qazı söndürüblər, suyu çəkiblər. Heç nə yoxdur, işləmir heç nə. Biz qalmışıq belə. İndi harda yaşayırsınız? Biz kirayədə qalırıq. Kim harda, hansı evdə tapdıq, orada yaşayır. Kirayə pulunu özümüz verirdik 2 ay. Özümüz verdik. Sonra getdik, tələb elədik. Bizə axır verdilər 6 ayın pulu. Bir dənə daşı da yerindən tərpətməyiblər. Mən girmişəm 4-cü mərtəbəyə, qalxdım. Daşı götürdüm, özüm düşdüm aşağı ki, mən keçə bilim. Tökülüb də, daşlar tökülüb podiyezdə. İcra hakiminə getdik, bu qadın da bir yanımdaydı. Kirə pulunu verirlər. Amma indi deyirsə bizlik deyil. Qonşular yazıq deyirlər bunlar, qışın bu vaxtda qalıblar kişələr adamsın. Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətindən bildirildi ki, binaya dəyən zərərin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən bərpa layihəsi hazırlanıb və baxılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Hazırda layihəyə baxılmaqdadır və yaxın günlərdə müvafiq rəyin verilməsi gözlənilir. Dövlət ekspertizasından rəy aldıqdan sonra binanın təmir bərpa işlərinə başlanılması üçün aidiyyatı dövlət orqanlarına müvafiq müraciətlər ediləcək. İcra hakimiyyətinin açıqlamasında bir diqqət çəkən məqam var. Qeyd olunur ki, hazırda layihəyə baxılmaqdadır və yaxın günlərdə müvafiq rəyin verilməsi gözlənilir və bundan sonra təmir bərpa işlərinə başlamaq üçün aidiyyatı qurumlara müraciət olunacaq. Mənə maraqlı olansa odur ki, bir layihəyə baxmaq üçün, müvafiq rəy vermək üçün və təmir bərpa işlərinə başlamaq üçün 5 ay çox deyilmi?